Salam, xoş gördük. Əziz, dəyərli, hörmətli izləyicilərimiz, əziz şəhid anaları və ataları, dəyərli möhtərəm şəhid ailələri. Mən ümumi lider, ulu öndər, Heydər Əliyev TV kanalının təsisçisi Vəlizadə Əli Bəyimoğlu. Yenə də sizin qarşınızda. Bugün 25-ci 4-cü ay 2026-cı il. Yolumuzu saldıq Ağdam rayonunun Salahlı Kəngərli kənd şəhidlər xiyabanına. Bugün də sizə Kəngərli kənd şəhidləri haqqında danışmağı, ziyarət etməyi özümə borc bildim. Ağdam rayonunun Kəngərli kənd. Burada toplaşan hər kəs bir daha anlayır ki, bu müqəddəs torpağın azadlığı təsadüfi qazanılmayıb. Bu azadlıq şəhidlərimizin qanı, qazilərimizin canı bahasına əldə olunub. Onların göstərdiyi şücaət Azərbaycan xalqının əyilməz ruhunun, vətən sevgisinin ən ali zirvəsidir. Bu müqəddəs Ağdam rayonunun Kəngərli kəndində açılan bu müqəddəs ehsan süfrəsi təkcə bir mərasim deyil. Xalqımızın vətən uğrunda canlarını fəda etmiş, şəhidlərimizə olan sonsuz ehtiramının, sədaqətinin və mənəvi borcunun təntənəli ifadəsidir. Bu torpağın hər qarışı şəhid qanı ilə yoğrulmuş, hər nəfəsi qəhrəmanlıq ruhu ilə zənginləşmişdir. Şəhidlərimiz yalnız bir ailənin övladı deyil. Onlar bütöv bir millətin qüruru, dövlətimizin sarsılmaz dayağıdır. Onların göstərdiyi şücaət, qorxmazlıq və fədakarlıq tarix boyu Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq müqəddəs bir irsdir. Onlar ölümün üzərinə mərdliklə gedərək gələcək nəsillərə azad, müstəqil və başı uca bir vətən əmanət etdilər. Bugün burada toplaşan hər bir insanın qəlbində eyni hiss yaşayır. Sonsuz minnətdarlıq və dərin ehtiram. Çünki bu azadlıq, bu rahatlıq, bu sabitlik təsadüfi qazanılmayıb. Bu günümüz şəhidlərimizin canı, qanı bahasına yazılmış müqəddəs bir tarixdir. Bu anlamlı və yüksək mənəvi dəyər daşıyan, tədbirin ərsəyə gəlməsində xüsusi zəhməti olan Kəngərli kənd sakini, hörmətli təşkilatçı, rəhbər əminin adı xüsusi ehtiramla qeyd olunmalıdır. Onun bu təşəbbüsü sadəcə bir ehsan süfrəsi təşkil etmək deyil. Bu şəhidlərimizin müqəddəs xatirəsini yaşatmaq, onların adını uca tutmaq və bu dəyərləri gələcək nəsillərə ötürmək kimi ali və şərəfli bir missiyanın təcəssümüdür. Rəhbər əmi kimi vətənə bağlı milli mənəvi dəyərlərimizi yaşadan insanlar cəmiyyətimizin ən böyük dayıqlarındandır. Onun gördüyü bu iş təkcə bugünün deyil, sabahın və mənəvi sərvətinə çevriləcək. Gənc nəslin yaddaşında vətənpərvərlik, şəhidə ehtiram və milli birlik ruhunu daha da gücləndirəcəkdir. Bu süfrə ətrafında edilən dualar, oxunan ayələr, qaldırılan əllər yalnız bir mərasim ənənəsi deyil. Bu xalqın öz qəhrəmanlarına olan sədaqət anıdır. Şəhidlərimiz unudulmur, unudulmayacaq. Onların adı tariximizdə qızıl hərflərlə yazılıb və əbədi olaraq yaşayacaqdır. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Ruhlar qarşısında baş əyirəm. Burada Ağdam rayonunun Kəngərli kəndindən ölkəmizin başçısı, Ali Baş Komandan, Cənab Prezidentimiz İlham Əliyevə uzun ömür, can sağlığı arzulayıram. Cənab Prezidentimizin dəmir yumruğunun siyasəti sayəsində şəhidlərimizin qanı bahasına, qazi qardaşlarımızın canlarının itirilməsinin sayəsində 30 il həsrətini çəkdiyimiz torpaqlarımıza qovuşduq. Uca Allahdan cəmi şəhidlərimizə rəhmət diləyirəm. Veteran, qazi qardaşlarımıza, Azərbaycan ordusuna uzun ömür,